Hər vaxtınız xeyirli olsun. Deməli, haqlı olaraq belə bir sual verirlər ki, sən bu informasiyaları hardan alırsan? İnsanlar ömrü boyu mənbə axtarır da. Qınamıram, eyb yox. Sonra deyir ki, deyirsən ki, elə bir şeylər var ki, onları desəm, onsuz başa düşməyəsiniz. Zamanı var. Eləmi? Yaxşı, bunun ən bir dənə primitivin bir nümunə çəkə bilərsənmi bunların? Biz görək başa düşürük, yoxsa yox. Buna hazırmıyıq bu həqiqətləri eşitməyə? Tamam, sonra 4-5 nələrsə var. Hələlik bunlardan başlayaq. Deməli, sən bu informasiyaları hardan bilirsən? Ruhumuz mələklərə dərs keçmişdir, eləmi? Quran deyir, xatırla, xatırla, xatırla. Əgər sən 1 saat ərzində 1 dəqiqə, 2 dəqiqə ruhundan ola bilsən, bu irəliləyişdir. Sonra 3 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə və yaxud da ki, sutka ərzində 2 saat, 3 saat, 5 saat oldunsa ruhundan, sən xeyli mövzular əldə edə bilərsən. O hər şeyi bilir. Hər şeyi bilir. Və bunun metodikasında biz də orada təlimdə, hədiyyələrdə keçirik. Yəni bizim bu YouTube kanalında orada hədiyyələr papkasında da var. Sonra çox şey deyirsən ki, hazır deyilsiniz. Onu nətər deyim. Yəni elementardır da. Bu demək deyil ki, bu 8 milyon hamısı hazır deyil. Yox, burada dahilər var, əcdahalar var. Əslində bunlar hamısı əcdahadır, hamısı dahidir. Niyə? Çünki ruhları var, ruhları da hər şey bilir. Sadəcə xatırlamaq lazımdır, xatırlamaq. Onun üçün nə lazımdır? O ruhundan ruhuna vaxt ayırırsan, onunla vaxt keçirəsən. Onu dinləyə biləsən. O çətin bir şey deyil. Zehində sənin nə varsa onlar lazımsız şeylərdir, kimlərindirsə. Sən özünkünü axtar, sənə aid olanı. Beynindəkilər hamısı kənardan gələn fikirlərdir. Beləliklə, nə deyək, məsəl üçün, yəni tutalım da birinci sinif uşağını desən ki, 0-dan 5 çıxma olur, bundan xəbər olmasın. Deyəcək, nətər mən 0-dayam da, üstünə gələ bilərəm, olaram 1-də ola bilərəm, 2-də ola bilərəm. Mən nətər 0-dan aşağı düşə bilərəm. Yəni mənfilikləri keçməyim də, yazıq kreditə düşməyib, borca düşməyib, üstünə faiz gəlməyib və s. Bu şeylərdən anlayışı yoxdur. Və bu da onun kimdir? Elə mövzu deyərsən, onun beynində, zehnində nəsə varsa, hansısa bir şey, baxacaq ki, filtrdir də bu. Onunla uyğun gəlmir, sıraz onu qorxu hissi bürüyəcək və bir sözlə qəbul edə bilməyəcək, həzm edə bilməyəcək. Ona hazır deyil. Hazır olan özü tələb edir bunu. Nümunə çək, primitiv bir nümunə, ən sadəsin. Hansı bir dənə sadə bir nümunə çəkək ki, hər kəsin qəlbinə dəyməyək. Ən prostoyun, hamının bildiyini deyirəm. Sadəcə bir başqa bir baxış bucağından. Yəqin ki, filmlərdə eşitmişsiniz, deyir, ruhunu iblisə satıb, qəlbini satıb. Ruslarda qəşəng alınır bu söz, deyir, duşu prodal diyavola, belə deyirlər. İndi bizdə tərcümədə bu cür, şeytana, iblisi satıb öz ruhunu, nə və s. İndi yaxşı, baxaq görə bu iblis nədir, şeytan nədir, nə bilim, tanrı nədir, bu hardan yaradı, nətərdir bu. Yaradılışın əvvəlində, yəni belə deyək də, o zərərlər tanrının bildiklərini eksperiment eləmək istədilər, özləri təcrübəsini istədilər. Bunlar da onlar olan şeydir bu, o Əsma-ül Hüsna. Bir sözlə bunlar üçün bir fiziki həyat yaradıldı ki, bunlar öz kimliklərini dərk eləsinlər. Bax, onun üçün də qaranlığı cəlb elədilər. Gəldilər bu qaranlığa, burada baxdılar ki, işıq olmalıydılar. Buranı işıqlandırsınlar, bilsinlər ki, bunlar işıqdır. Amma bunlar kim olduqlarını unutdular və qaranlıqda itib batdılar. Sonra müraciət, ay ata, ay valideynim, yəni ay Allah, kömək elə. O deyir, zaten mənim ruhum sizlə də uzaqda deyilsiniz ki, siz mən heç vaxt atmamışam, atmaram da. Yəni, bu mümkün olası bir şey deyil. Sadəcə kim olduğu dərk elə, xatırla kim olduğu, bunlar aydınlanacaq. Belə, insanlar nə edilər burada? Həmin bu, görəndə ki, bu dünyadakı hər şey var, hər şey gözəlliklə, incəliklə, qar dənəsinin o naxışları, gülün ətri və onun dizaynı, hər şeydə məhəbbətlə yaradılıb, sevgi ilə. Günəş da o milyon dərəcəsini sənə başa vurmur. Bəzi yerdə 20, 30, 40. Yəni yandırmır da səni. Sevgi ilə sənə yanaşır. Bu sevginin adını Tanrı qoydular.
Dedilər ki, 100% bizim yaradanımız budur. Bu sifət buna yaraşır. Tanrı, yaradan, Allah, ərəbcə. Hər xalq özü bir cürdür. Zaten Bog. Bu şeydə qaranlıq tərəf ki var idi. Onlar qorxurdular, bilmirdilər nədir. Onu da şey elədilər, adını qoydular şeytan, iblis, satana. Satana ingilis dilindədir. İngilis dilini bilənlər bilir. See anything in negative. Yəni hər şeyi negativdə görmək, mənfidə. Bu İngilis versiyasıdır. Şeytan uzaqlaşdıran deməkdir. Yəni səni öz həqiqətindən, işıq olduğundan uzaqlaşdırır. Həmin o qaranlıq tərəf. İblisdə burada da qorxduqları üçün bütün varlıqları götürdülər, o cür bir obraz verdilər. Və kollektiv şuur obraz verəndə bunlar avtomatik olaraq yaranmaq ehtiyacı var. Yəni nəyəsə tələbat varsa onu artıq istehsal edirlər. Sanki belə bir şeydir təxminən. Və istər-istəməz hansısa bir mələk iblis rolunu oynamalıdır ki, bunlarda təsdiqini tapsınlar bunlar. Bir sözlə havada qalmasınlar. Ki bu oyun davam eləsin. Əslində hər şey Allah yaradıbsa, Allah pis şey yarada bilməz. Və sən dediyin o iblis də pis deyil. Prosta səndən uzlaşmır da. O deyir ki, mən deyir, ona necə səcdə edir? Mən başqayam, o başqa. Onunla əməkdaşlıq eləyə bilmirəm. Yalnız burada əməkdaşlıq eləyə bilərəm ki, onun kim olduğunu xatırlamaq üçün. Ona dəstək olun bu cür. Negativləri göstərim ki, o bilsin ki, o pozitivdir və yaxud da ki, bu enerjiləri müsbətə çevirsin. Həmin bu dedi ki, mən qaranlığam, o işıq. Biz bir yerdə ola bilmirik. Çünki o gələndə mən yoxa çıxıram. Mən necə eləyim ki, onunla əməkdaşlıq edeyim? O birisi mələklər bununla bir yerdə əməkdaşlıq edə bilirlər insanla, xəlifə ilə. Amma bu yox. Bu sadəcə bunun başqa formada əməkdaşlıq edə bilir. Yəni ziddi olaraq kömək edə bilir ki, bu özün kim olduğunu xatırlasın. Yəni yadında saxla. Əgər sən öz kimliyinin ziddin yaşamayınca öz kimliyi dərk edə bilmərsən. Yəni birinin var olması üçün onun ziddi mütləqdir. Ki bu bilinsin ki, bu nədir? Beləliklə, bu sadə bir şeylərdən keçdik. Bunu hamı bilir bunları. Yəni burada nəsə qeyri-adi bir şey yoxdur. Keçək indi əsas məsələyə. Həmin bu zehin, bunu şərti olaraq iblis adlandırdılar və yaxud da qaranlıq və yaxud da bilinməz. Bunun içində var qorxu. Qorxu varsa hədəf var, sağ qalmaq var, ayrılıq var, tənhalıq var, intihar var. Hər şey, bütün giz-giz şeylər buradadır. Yəni həyatı həyat eləməyə imkan verməyən şeylər. Bir də var məhəbbət. Tanrı, sevgi, nə bilim, gözəllik, bölüşmək, paylaşmaq, azadlıq, sərhədsizlik, birlik və s. və s. Bütün gözəlliklər, həyata həyat edən şeylər hamısı buradadır. Tamam. İndi bu sənin ruhundur. Həmin bax bu müsbət şeylər ki, Tanrıdan sənə bir ipdir. Mələklər onu qəbul elədi, sən qəbul eləmədin. Bu da iblis də qaranlıqdır. Eləmi? Sən əgər zehninlə yaşayırsansa, deməli, ruhuna xəyanət elədin. Burada nə demişdik? Rus dilində. Duşu prodal diyavolu. Ruhunu iblisə satdı. Seçim elədi arasında. Sən zehnini seçdin, yəni iblisi seçdin, qaranlığı seçdin, qorxunu seçdin. Əsl mahiyyətivi, kimliyi tərk elədin, ona üz çevirdin, arxa çevirdin. Yəni bu filmlərdə deyilir ha, hansısa bir dənə olsunlar multimilyarder, hətta indinin özündə belə vəzifəli falanlar var, o xaricdə də o Katolik kilsəsində, Amerikada hardasa deyir ki, bunlar ya da ən tanınmış müğənnilərdə milyarddan baxış olur YouTube'da şeylərdə. Onlar deyir ki, güya bunlar iblisə satıblar ruhlarını. Nə bilim, həmin o vəzifəlilər ruhlarını iblisə satıb. Bunu varlıların adına çıxıb insanları çaşdırırlar. Ki, sən başqasında görəsən, amma özündə görə bilməyəsən. Əgər bu nətər edib, zehninlə yaşayıb da, ruhun kənara edib.
Əgər sən də burada zehnindən yaşayırsansa, sən ruhunu satdın. Ruhun nədir? Yaradanın sənə verdiyi əmanət, navigator, səni düz yol göstərən, mələklər də onu qəbul edir. Sən mələkləri də burada inkar elədin. Quranda deyilir, kim bu kitabı, mələkləri inkar edərsə filan, nə bilim nə və s. Orada onların aqibətini göstərir. Burada da həmin şeydir. Sən zehnini seçməklə ruhuva xəyanət elədin. Onu iblisə satdın. Yəni qaranlığa, həmin bu həyatı həyat etməyə imkan verməyən şeylərə. Bütün müharibələr, qırğınlar, nə bilim, adını nə qoysan qoydu onun. O qısqanclıq, qisas, nə bilim, qəzəb, hamısı zehin məhsuludur. O da həyatı məhv edir. Bunlar seksə pis baxırlar. Televizorda qadağandır. Amma cinayətdir, nə bilim, o kriminaldır, adam öldürməkdir, zorakılıqdır, döyüb əzmək filan. Buna normal baxırlar. Hansı ki, bu nəticəsində həyat gəlir, yəni kimsə yaranır, doğulur, yaşayır. Burada isə məhv olunur. Bax. Yəni hər şey tərsinə işləyir də bu cəmiyyətin. Çünki zehin məhsuludur, zehinlə yaşayırlar. İblislə. Ona görə deyirlər, bura iblisin dünyası. Niyə? Çünki 90% zehinlə yaşayır. Bax, bunun səbəbindən bu deyirlər ki, dünya iblisin idarəsindədir, nə bilim, axirət Allahın. Elə bir şey yoxdur, hamısı Allahındır. Sadəcə sənə azadlıq verilib, sən də özünü çərçivəyə salmısan və beləliklə ilişib qalmısan burada. Qorxu içində, birdən burada nəsə olur, bura çıxa bilmərəm. İndi bunu eşitməyə siz hazırsınızmı? Qəbul edə bilirsinizmi bunu? Bir səmimi etiraf edə bilərsinizmi bunu? Tutalım ki, dərk etdiniz, etiraf etdiniz. Sonra nə olacaq? Ruhunuzla yaşaya bilərsinizmi? Yaşayacaqsınızmı? Məsələ bunları burada yazmaq deyil, bunu hamı bilir. Sadəcə unudublar. Sadəcə baxmaq istəmirlər, görmək istəmirlər. Məsələ bunu başa düşəndən sonra reallaşdırasınızmı? Həyat tərzini çevirəcəksinizmi? Bu həqiqətlərlə yaşayacaqsınızmı? Öz həqiqətinizə qovuşacaqsınızmı? Ruhunuzla yaşayacaqsınızmı? Hə, nətər yaşayım? Ruhunuzun bütün informasiyaları, Quranda xatırla, nə bilim deyir, Adəmin sülbündən zərrələri çıxartdı, o ruhları, onlarla danışdı. Bütün nə söhbətlər olub və ruhun mələklərə nələr danışıb, onların bilmədiklərini, onlar hamısı bizdə hədiyyələr papkasında, hədiyyələr adlı mövzularda. Bunun ayrıca bir təlimi də var. Qoşula bilərsiniz. Aylıq abunə 5 manat. Aylıq. Onun üçün də sən 4-cü boyut meditasiyaları, bir 60 dənə meditasiya, 5-ci boyut meditasiyaları, 4-cü boyut təlimi 4 dənə kitabdır. Meditasiyalar ayrıca kitabdır. PDF-i də var, MP3-ü də var. İndi biz bunların casting porno da var. Yəni görüm. O üçün bir dənə də belə bir versiyaları var bunun. 2 nəfər diyaloq qrup danışırlar. Adı yadından çıxdı. Təzə termində ona görə. Biz elə Sovet dövrü dağılandan sonra internet gələndə ancaq şeyə baxırdıq. Erotikaya da baxırdıq. Beynimizdə ancaq şuuraltı casting qaldı. Beləliklə, nədir məsələ? Həmin bu 5-ci boyutunda PDF-ləri var. MP3-lər bəzi tələbələr sağ olsunlar səsləndirirlər. Yəni bunlar hamısı sizin olacaq da materiallar. Aylıq abunə 5 manat. Belə bir şey çətin bir şeydir. Ruhva 5 manat xərcləməyə dəyər, zehnini qidalandırmağa 5 manat dəyər. Deyəsən zehnin bəs iblisdir, yox. Zehin sadəcə bir aparatdır. Yəni ruhun özü ilə gətirdiyi bir aparat. Bu nə üçündür bu zehin? Zehin sadəcə nəyəsə reaksiya verir zahirdə olan bir şeylərə. Artıq burada bu proqram sual yarandı. Ruhun da başlayır ona cavab verməyə. Və sən artıq bunun barədə olan nədirsə bunun haqqında bilmiş olursan. Ya da ki, zehin vasitəsilə ruhuva sual verirsən, o da sənə cavab verir. Yəni danışırsan, diyaloq. O belə bir şeydir. Bu bunun aparatıdır. Bu ego adlanır da. Belə deyil, zehindir. 3 dənə söz öyrəndi, balaca bir mənlik yarandı. Nə bilim 5 dənə, 10 dənə, 1000 dənə, sonunda balaca bir ego olur. Sən bunu indi götürüb ruhuna birləşdirəndə balaca egodan, məndən, mənlikdən, böyük mənə
inteqrasiya edirsən. Artıq sənin zehnində ruhunun proqramı. Çünki bütün gün sən düşünürsən də, beynin nəsə düşünür. Amma ruhun proqramın o xatırlamaları bura yükləyəndə artıq bu qidalanır özdəki bu işıqla, bunun informasiyası ilə. Və danışanda da bu qaranlığa həmin o buradakı proqramdan, o fikirlərdən aydınlıq gətirir, işıq gətirir və qaranlığın işığı olur. Belə, bu da çətin bir şey deyil. Yəni ən sadəsini dedim sizə, amma ən vacibidir. Mələklər sənin ruhu qəbul elədi, sən eləmədin və iblisdən yapışdın. Yəni zehnindən, qorxudan, qaranlıqdan və s. Tamam. Hə, termin yadına düşdü. Adı podkast demiş onun. 2 nəfər danışır, süni intellekt düzəldir, çox qəşəngdir. Mən bir neçəsini elədim, sonra orada yazdı ki, bəs 3 dənədən artıq eləmək olmur. Sonra notebookda şey elədim, o Word'ları çevirdim, orada da 3 dənə oldu. Bir sözünü cəmi 6 dənəsini düzəltmişik. Sonra da pul istədilər. Deməli $256 istəyir. O da deyir, endirimlə nə olsa 3 aylıq $126, nə qədərsə belə bir şey. O da mənlik deyil də. Yəni mən bunları bacarmışam. Bu kitablar PDF-i var. Audiosunu elətdirmişəm. Vaxt elə o vaxt. Karun adında qabaq. Sonra meditasiyalar. Yəni nəyi bacarmışam eləmişəm də. Podkast təzə çıxıb. Ona gücüm çatmır. Olan budur. 5 manat da havaydı. Aylıq 5 manat və 2 aya bitirəsiz də. Belə bir nəsə ölüm dirim məsələsi deyil. Təşəkkür edirəm, var olasınız.